Axşamınız xeyir, hörmətli Sport Info TV izləyiciləri. Mən Xanoğlan İmanov növbəti videomla qarşınızdayam. Bildiyiniz kimi bugün Azərbaycan Premyer Liqasında 10-cu turun daha 2 qarşılaşması keçirildi. Günün ilk maçında Zirə Karvan Yevlağın qonağı oldu. 3 hesabı ilə Zirə komandası qalib gəldi, amma heç də asan qələbə olmadı. 3 xal heç də asan başa gəlmədi. Karvan komandası ötən tur Turantovuz, bu tur Zirə kimi güclü rəqiblər önündə 70-75 dəqiqə təxminən hesabda öndə olsa da bu üstünlüyünü sona qədər qoruya bilmədi və sona yaxın buraxılan qollarla bugün 87-ci dəqiqədə Zirə vurdu qələbə qolun və komanda nəinki qələbə, hətta meydandan xalsız ayrılmalı oldu. Düşünürəm ki, oyundan sonra komandanın baş məşqçisi Azər Həşimov yenə standart vəziyyətlər və futbolçuların keyfiyyəti barədə danışıb. Düşünürəm ki, ardıcıl 2 oyunda komanda yaxşı futbol oynayıb, hesabda uzun müddət üstün olduğu halda bu üstünlüyü qoruya bilmirsə, bunu yalnız keyfiyyətə və standart vəziyyətdən buraxılan qollara bağlamaq doğru deyil. Düşünürəm ki, Azər Həşimov bu problemi arxasında dayanan səbəbləri tapmalı, çözməlidir. Bunu ancaq meydandakı futbolçulara bağlamaq olmaz. Görünən odur ki, baş məşqçidə futbolçular lazım olan qədər oyuna kökləyə bilmir, qələbəyə inandıra bilmir. Yəni futbolçular hansısa məqamda o zəncir qırılır, o inam qırılır və yekunda komanda meydandan layiq olmadığı halda xalsız ayrılır. Və bu məsələ, bu problem çözülməsə, Karvan Yevlax üçün növbəti görüşlər heç də asan olmayacaq. Zirə komandası heç də yaxşı günlərini keçirmir. Komandanın heyətində ciddi itkilər var. İsa Cibril olsun, David Volkov olsun. Bundan əlavə komandanın oyununda da bir eniş sezilir. Amma buna rəğmən belə çətin dönəmdə lazım olan 3 xaldır ki, önəmli olan 3 xaldır ki, Zirə komandası o 3 xalı aktivinə yaza bildi. Çətin Şamaxı səfərində nəzərə alaq oradakı süni meydanın durumu, hava şəraiti, bir qədər qonaq komandalar hər zaman problem yaradır. Çətin səfərdə Zirə komandası vacib olan 3 xalı aktivinə yazdıra bildi. Düşünürəm ki, burada önəmli rolu yenə İbrahim Kaneteni qeyd etməliyəm. Ötən mövsümü Şamaxıda keçirən Ayxan Abbasovun tapıntısını Rəşad Sadov yayda heyətinə qatdı və faydasını görməkdədir. Ötən tur Sumqayıtın oyunda vacib 3 xalın qazanılmasında rol oynadı. Bu oyunda da komandanın birinci qolunu vurdu. Düşünürəm ki, İbrahim Kanete Zirə adına doşa balımızdan bal çıxıb məsələdir. Çox fayda verir və gələcək oyunlarda da düşünürəm ki, faydası daha çox dəyəcək. İbrahim Kanete kimi Miçes də, Şamaxıdan gələn Miçes də düzdür, zədəyə meyillidir, hələ də idman formasından uzaqdır, amma buna rəğmən yenə komandasına fayda verməyi bacarır. Bu görüşdə də sonradan oyuna daxil oldu, çox baxımlı, fantastik qolla yadda qaldı. Amma bu ikilidən fərqli olaraq düşünürəm ki, Zirənin yaydakı ən uğursuz transferlərindən biri, yenə fikrimdə qalıram, Bogomolskidir. Düşünürəm Vincent Tildən öncə Rəşad Sadov elə Belaruslu futbolçunu, hücumçunu göndərsəydi daha yaxşı olardı. Bogomolskinin yerinə Zirənin akademiyasına hər hansı bir futbolçunu meydana buraxmaq, şans vermək daha doğru olar. Neftçi əslində mövsümün elə startından yaxşı futbolla yadda qalırdı, baxımlı futbol oynayırdı. Biz hər dəfə ötən turlar bunu deyirdik. Sadəcə son nöqtəni qoymaqla bağlı problem vardı. Artıq turlar adladıqca komandanın oyunu daha yaxşılaşmağa doğru gedir. Xüsusilə Abbakarı qeyd etməmək mümkün deyil. Bugün yenə öz ustalığı ilə önə çıxdı, yenə fərqləndi və bir neçə epizodda öz səviyyəsini ortaya qoymağı bacardı. Yəni, davamlı olaraq artıq 3-cü turda fərqlənir. Görünən odur ki, Neftçiyə kifayət qədər kömək etməyi bacaracaq. Ümumiyyətlə, Abubakarın meydanda olması Neftçinin digər futbolçularına da çox müsbət təsir etdiyi aydın görünür. Emin Mahmudov daha rahatdır meydanda, Vargas olsun, İmad Faracı olsun. Təbii ki, rəqib müdafiəçiləri daha çox özünə çəkir, düzgün mövqe seçimi ilə digər futbolçuların ona daha rahat ötürmə verməsinə şərait yaradır. İlk hissədə ən azı 5-6 epizodda çərçivəyə zərbəsi ilə yadda qaldı. Demək olar, cərimə meydançasına gələn bütün toplarda öz varlığını göstərməyə bacarırdı.
düşünürəm ki, turlar ötdükcə, yəni istəklidir həm də gözləmə açığı Abbakardan bu qədər istəkli olmasını gözləmirdim. Meydanda da çox istəklidir. Emin Mahmudovun qol vurmasına da yəni reaksiyasından göründü ki, alışıb yanır. Qələbələr üçün, qollar üçün bir qol vurdu. Növbəti qolları da vurmağa çox canfəşanlıq göstərirdi. İmkanları da oldu. Düşünürəm bir qədər şansı gətirsəydi bu gün ən azı 2-3 qol vura bilərdi. Digər futbolçularla da bağlı ümumiyyətlə Neftçidə Abbakar çox danışılır, amma düşünürəm ki, bir qədər Abbakarın kölgəsində qalan Metyu var orta xəttdə. Bu futbolçu kifayət qədər komandanın oyununa, dəsti xəttinə rənc qata bilib, orta xəttdə komandanın o dinamikasını qaldıra bilib, müdafiə fazasında komandanın gücünə güc qatıb, rəqibin həmlələrinin qarşısını vaxtında, zamanında almağı bacarır və Neftçinin hücumlarında aktiv iştirak edir. Düşünürəm ki, Abbakardan danışanda bir qədər də Metyunu unutmamamız lazımdır. Bu futbolçu da gəlişi ilə Neftçiyə kifayət qədər yaxşı güc qatmağı bacarıb. Uzun illərdir belə Neftçi axtarırdıq, uzun illərdir belə Neftçini gözləyirdik. Neftçi bu mövsüm ilk dəfə ardıcıl 2 oyunda, ardıcıl 2-ci oyunda qələbə qazandı. Söhbət Azərbaycan Premyer Liqasından gedir. Ümumiyyətlə isə komanda təxminən il yarım idi 4 topluq fərqlə qələbə qazana bilmirdi. Sonuncu dəfə 2024-cü ilin may ayında elə məhz Kəpəz üzərində 5-1 hesablı qələbə qazanmışdı. Nəhayət azarkeşlərin istədiyi Neftçini görə bildiyimizi deyə bilərəm. Müəyyən epizodlar vardı ki, həqiqətən Neftçinin adına yaraşan hücumlar idi. Varqas, İmad Farac, Abubakar, Emin Mahmudov çox yaxşı tandem yaradırdılar, bir-birlərinə yaxşı ötürmələr verirdilər və bir epizodda ümumiyyətlə yaxşı ötürmələr sonrası Abubakarın zərbəsi bir qədər qapıdan yan keçdi. Qol olsaydı kifayət qədər bir baxımlı qola şahidlik etmiş ola bilərdik. Varqası xüsusi qeyd edə bilərəm. Bugün də baxımlı qolla yadda qaldı. Yəni, xüsusi seçilən futbolçulardandır. Düşünürəm ki, turlar ötdükcə Neftçinin yeni transferləri daha yaxşı oynamağa bacaracaq. Bundan başqa bu gələn qələbələr komandanı daha inamlı olmağa sövq edəcək. Yəni xalitkiləri, bərabərliklər istər-istəməz komandanın üzərində təzyiq yaradırdı. O göstərilən yaxşı oyun da bir növ kölgədə qalırdı. Təbii ki, nəticə olmayanda baxımlı oyun, yaxşı oyun heç kimə lazım deyil. Amma Neftçi əvvəlki turlarda da dominant oynayırdı, sadəcə nəticə yox idi. Artıq son 2 turda nəticələr də gəlməkdədir. 2 vacib qələbə ilə komanda turnir cədvəlində vəziyyətini bir xeyli yaxşılaşdıra bilib. Düşünürəm, bu bir qədər müzakirələrə açıq rəqiblərin adıdır. Qəbələ Kəpəz olması bir qədər Neftçinin qələbələrinə kölgə salırmış kimi görünür, amma heç də belə deyil. Biz son turlar görürük ki, Turan Tovuzun özü iddialıdır, liderdir, amma Karvan Yevlaxla oyunda çox çətin qələbə qazandı. Zirənin özü bugün Karvan oyunda çox çətin qələbə qazandı. Yəni bu çempionatda heç də asan oyunlar çox deyil. Düşünürəm ki, əksər oyunlar mübarizə tələb eləyir. Yəni 3 xalı qazanmaq üçün əziyyət çəkməlisən, tər tökməlisən və digər tərəfdən Neftçi artıq 2 ildə Avrokuboklara getmir. Avrokuboklara getmək istəyirsənsə, medalçılar sırasında olmaq istəyirsənsə, titul qazanmaq istəyirsənsə, məhz nisbətən iddiası az olan rəqiblərlə oyunda, ikinci altılıqda yer alan rəqiblərlə oyunda minimum xal itkisinə yol vermək lazımdır. Yəni maksimum oyunlarda xallar qoparmaq lazımdır. Yəni yaxşı nəticələrə gedən yolda bu oyunlardakı qələbələrin önəmi böyükdür. Düşünürəm ki, bu qələbələr motivasiyanı artıracaq, istəyi artıracaq. Biz turlar ötdükcə daha yaxşı Neftçi görə bilərik. Təbii ki, daha ciddi sınaqlar Neftçi üçün qarşıdadır. Artıq növbəti turub Qarabağla bir maç var. Düşünürəm ki, son illərin ən yaxşı Azərbaycan derbisini biz görə bilərik. Məncə nəticədən asılı olmayaraq Neftçi komandası həmin oyunda layiqli mübarizə aparacağını gözləyirəm. Hər nə qədər Qarabağ formada olsa da, daha belə deyim, favorit görünsə də, düşünürəm ki, hazırki Neftçi də öz varlığını ortaya qoya bilər bu derbidə. Qısaca Kəpəzlə bağlı ancaq onu deyə bilərəm ki, Kəpəzin bəleyyətində
ciddi itkilər var idi. Komandada Ohori zədə səbəbindən, vərəqə səbəbindən səhv etmirəmsə oyunu buraxmışdılar. Amma istənilən halda Kəpəzin keyfiyyəti, oyun keyfiyyəti, futbolçuların keyfiyyəti çox aşağıdır. Görünən odur ki, Azər Bağırov hələ çox əziyyət çəkməli olacaq bu komanda ilə. Məncə azarkeşlər ürək sözlərini, ürəyindən keçənləri bu şəkildə keyfiyyətsiz əcnəbiləri komandaya yığanı, bu komandanı formalaşdıranların ünvanına yönləndirməlidirlər. Yəni burada ən sonuncu günahkar baş məşqçi Azər Bağırovdur. Ona deyiləcək bir söz yoxdur. Çünki Kəpəzin heyətində açıq-aşkar görsənir ki, yeni transferlərin, xüsusilə yayda gələn əcnəbilərin səviyyəsi çox aşağıdır. Komandaya heç bir qatqıları yoxdur. Düşünürəm ki, bu gedişatla Azər Bağırov hətta artıq gənclərlə yola davam edə bilər. Ən azı qışa qədər komanda belə əcnəbilərdənsə elə gəncəli uşaqlarla meydana çıxmaq daha abırlı olar, daha ədalətli olar. Və təbii ki, Bağırov özü də oyundan sonra bildirdi, qışda güclənməyə eyham vurdu. Təbii ki, qışda komanda güclənərsə, bir neçə yaxşı futbolçu ən azı gətirilərsə, düşünürəm ki, Azər Bağırov ən azı komandanı liqada saxlamaq yolunda şanslarını bir xeyli artırmış olar. Mənim düşüncələrim bu qədər, fikirlərim bugünkü iki oyun barədə bu qədər. Sizin də fikirləriniz maraqlıdır. Şərh bölümündə rəylərinizi yaza bilərsiniz. Hələlik deyirəm, növbəti videolarda görüşənədək.